Nəsimi rayon məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Məlikovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məlumata görə hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. İttihama görə hadisə 10 iyul 2025-ci il tarixdə gecə yarısı paytaxtın Nəsimi rayonunda küçədə baş verib. Təqsirləndirilən şəxs tanışı zərər çəkmiş Ülkər Nağızadənin ondan borc pulunu qaytarmağı tələb etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan aqressiv davranış nümayiş etdirib. Araşdırmalarla müəyyən edilib ki, Pənah Məlikov ətrafda digər şəxslərin olmasına məhəl qoymadan Ülkəri təhqir edib. Onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq yüngül xəsarətlər yetirib. Məhkəmə istintaqı zamanı Pənah Məlikov ifadəsində bildirib ki, zərər çəkmiş şəxs 2024-cü ildən tanış olub və aralarında müəyyən müddət sevgi münasibətləri mövcud olub. Onun sözlərinə görə Ülkərə 1200 manat borc yaranıb və bu məbləği hissə-hissə ödəyilmiş. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Ülkərlə əvvəlcə yaşayış obyektində qarşılaşıb. Daha sonra isə mübahisəni davam etdirmək üçün çölə çıxıblar. Onun dediyinə görə zərər çəkmiş şəxs onu təhqir etdiyindən əsəblərini cilovlaya bilməyərək əvvəlcə əl ilə başına, daha sonra isə ayaq nahiyəsinə zərbə vurub. Pənah törətdiyi əməli etiraf etdiyini bildirərək barəsində amnistiya aktının tətbiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib. Məhkəmə qərarına əsasən amnistiya tətbiq edilərək təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə məsuliyyətdən azad olunub, işə xitam verilib və barəsində seçilmiş qətimkan tədbiri ləğv edilib.